Heç düşünmüsünüzmü ki, niye bu kadar İngiliz sözü ve gramatika öğrendiğiniz halda hələ də İngilizce düşünmək çətin gəlir? Siz İngilizce oxuya, yaza və başqalarının dediklərini başa düşə bilərsiniz. Amma öz fikirlərinizi ifadə etmək istəyəndə beyniniz əvvəlcə ana dilinizdə düşünür. Sonra isə onu İngilis dilinə tərcümə etməyə çalışır. Məhz buna görə danışığınız yavaşlayır və söz tapmaqda çətinlik çəkirsiniz. Əslində isə səlis danışmağın sirri daha çox söz öyrənmək deyil. Əsas məsələ beyninizi birbaşa İngilis dilində düşünməyə öyrətməkdir. Bunun üçün kiçik addımlarla başlayın. Məsələn, səhər yuxudan oyananda beyninizdə dişlərimi fırçalamalıyam demək əvəzinə I need to brush my teeth deyin. Küçədə gəzərkən bugün hava çox gözəldir demək əvəzinə the weather is nice today deyin. Yolda gedərkən o maşın çox sürətlə gedir demək əvəzinə that car is moving fast deyin. İlk günlər bu sizə qəribə və yavaş görünəcək. Amma bunu hər gün etdikcə beyniniz İngilis dilinə alışacaq və tərcümə etməyə ehtiyac getdikcə azalacaq. Bununla yanaşı özünüzü mümkün qədər İngilis dili ilə əhatə edin. İngiliscə YouTube videolarına baxın, podkastlara qulaq asın və hər sözü başa düşməyə çalışmayın. Əsas məqsəd beyninizin dilin ritminə, tələffüzünə və təbii danışıq tərzinə alışmasıdır. Bir vacib məqam da var. İngilis dilində insanlar adətən qısa və birbaşa cümlələrdən istifadə edirlər. Məsələn, beyninizdə belə uzun bir fikir qurduğunuzu təsəvvür edin. Bugün çox işim olduğu və bütün günü ora-bura qaçdığım üçün özümü həddindən artıq yorğun hiss edirəm. Bunu İngiliscəyə çevirmək həm vaxt aparacaq, həm də sizi dayandıracaq. Amma eyni fikri belə ifadə edə bilərsiniz. I'm so tired. Today was a long day. Məna demək olar ki, eynidir. Amma bu cümləni qurmaq həm daha asandır, həm də daha təbii səslənir. İngilis dilində sürətli danışan insanların sillərindən biri də məhz budur. Ən vacibi isə səhv etməkdən qorxmayın. Beyninizdə qurduğunuz cümlələri heç kim eşitmir. Səhv etsəniz belə bunun heç bir zərəri yoxdur. Davamlı məşq etdikcə beyniniz düzgün sözləri və qrammatik quruluşları avtomatik seçməyə başlayacaq. Telefonunuzun dilini İngilis dilinə dəyişin. Qeydlərinizi, alış-veriş siyahınızı və hətta özünüzə yazdığınız kiçik xatırlatmaları belə İngiliscə yazmağa çalışın. Bu kiçik vərdişlər zamanla böyük nəticələr verəcək. Unutmayın, İngiliscə düşünmək bir gündə qazanılan bacarıq deyil. Amma hər gün biraz məşq etsəniz, bir gün heç fərqinə varmadan beyninizin avtomatik olaraq İngilis dilində düşündüyünü hiss edəcəksiniz. Və məhz o zaman İngilis dili sadəcə öyrəndiyiniz bir fən deyil, gündəlik istifadə etdiyiniz təbii bir vasitəyə çevriləcək. Əgər bu video sizə faydalı oldusa, kanala mütləq abunə olun. Burada İngilis dilini daha sürətli, daha rahat və daha effektiv öyrənməyiniz üçün mütəmadi olaraq praktik üsullar, öyrədici videolar və sizi həqiqətən inkişaf etdirəcək məsləhətlər paylaşacağam.